Hamıya salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz modal verbs, yəni modal feillərdir. Modal feillər nədir? Modal feillərin digər feillərdən fərqi odur ki, modal feillər hərəkəti bildirmir, danışanın hərəkətə münasibətini bildirir. Məsəl üçün, mən qaça bilirəm cümləsinə baxaq. Məsəl üçün, I can run. Mən qaça bilirəm. Burada qaçmaq feildir. Yəni əsas bir feildir. Bu hərəkəti ifadə edir. Can isə modal feildir. Danışanın, yəni şəxsinin qaçmağa, yəni hərəkətə olan münasibətini bildirir ki, qaça bilirəm, yoxsa qaça bilmirəm və s. Modal feillər hansılardır? Deməli, modal feillərdən biri candir. Bunun mənası bilmək, bacarmaqdır. Be able to-nun da mənası həmçinin bilmək, bacarmaqdır. May icazəsi olmaq kimi tərcümə olunur. Must bizim dilimizə malı, məli kimi tərcümə olunur. Amma burada bir məcburiyyət vardır. Məsəl üçün, I must clean the room. Mən otağı təmizləməliyəm. Burada artıq bir məcburiyyət vardır. Have to dilimizə yenə malı, məli kimi tərcümə olunur. Ought to malı, məli kimi tərcümə olunur və burada bir gərəklilik, lazımlılıq ifadə olunur. Yəni artıq burada bir məcburiyyət yoxdur. Should isə malı, məli kimi dilimizə tərcümə edilir və burada məsləhət vardır artıq. Yəni bunların tərcüməsi eyni olsa da must'ın, ought to və should'un tərcümələri eyni olsa da mənaları bir qədər fərqlidir. Must'da məcburiyyət vardır, ought to da gərəklilik vardır, amma should məsləhət bildirir. Dare isə cəsarəti olmaq, cürəti çatmaq və yaxud da ki, cəsarət etmək kimi tərcümə olunur. Need isə bizim dilimizə ehtiyacı olmaq kimi tərcümə edilir. Modal feillərin ümumiyyətlə özlərinə məxsus xüsusiyyətləri vardır. Birincisi, modal feillərdən sonra mütləq bir feil gəlməlidir. Yəni, tutalım ki, can işlənibdir, özündən sonra mütləq bir dənə əsas bir feil istifadə edilməlidir. Modal feillərin bəzilərindən sonra to gəlir, amma bəzilərindən sonra to gəlmir. Buna da diqqət etmək lazımdır. Modal feillərdən have to, has to, had to, ought to və be able to, yəni bunlardan sonra mütləq to istifadə edilməlidir. Tutalım ki, testdəsiniz və had yazıbdır, yanına to yazmayıbdır və ya cümlədə to-dan istifadə edilməyibdir. Bu yanlış sayılacaqdır. Çünki haddən sonra eləcə də have, has, ought və be able-dan sonra mütləq to istifadə edilməlidir. Amma yerdə qalan bütün modal feillərdən sonra to gəlməz. Yəni can, could, must, may, might, should və need. Bunların heç birindən sonra to istifadə edilməz. Yəni məsələn testdə yenə də candan sonra to gəlibsə, bunu düzgün hesab eləmək olmaz. Eləcə də cümlədə məsəl üçün to vardı. Variantda should-u seçmək olmaz. Çünki should to ilə istifadə edilə bilməz. Və modal feillərdən sonra bir feil gəlir dedik. Məsəl üçün I can run, he should do və s. Belə feillər gələndə həmin feillərin sonuna ing, ses və yaxud da ki, as yazmaq olmaz. Məsəl üçün yazıb ki, she must cleans. Bu düzgün sayılmayacaqdır. She-dən sonra must gəlir. Çox şagird düşünür ki, she ilə clean-in sonuna s yazmalıdır. Bu düzgün sayılmayacaqdır. Modal feilə baxırıq və modal feildən sonra gələn feilimizin, yəni clean feilinin sonuna ses yazmaq, ing yazmaq, ed yazmaq olmaz. Və sual inkarı özləri düzəldir. Yəni yuxarıdakı modal feillərdən istisnalar da var təbii ki. İstisnalar olmaq şərti ilə modal feillər suallarını və inkarını özü düzəldir. İstisnamız isə have to, has to və had to-dur ki, bunların sualını da, inkarını da özləri düzəldə bilmir. Bunların sual və inkar formaları do, does və yaxud da ki, zamana uyğun olaraq diddən istifadə edilməklə düzəlir. Modal feillərin zamanlar üzrə istifadə edilməsi belədir. Can indiki zaman formasında işlənir. Bir, can olaraq indiki zamanda işlənir. Bir də could olaraq keçmiş zamanda işlənir. Be able to bütün zamanlar üzrə dəyişə bilir. İndiki zamanda am, is, are able to olur. Keçmiş zamanda was, were able to olur. Gələcək zamanda will be, shall be able to olur. Burada be mütləq istifadə edilməlidir. İstifadə edilməsə yanlış olacaqdır. İndiki bitmiş
bitmiş zamanda have been və ya has been able to formasında istifadə edilir ki, burada da been-dən mütləq istifadə edilməlidir. Keçmiş bitmiş zamanda isə had been-dən istifadə edilir ki, been mütləq cümlədə və yaxud da ki, variantda istifadə edilməlidir. May isə iki zaman formasında işlənə bilir. Bir, may formasında indiki zamanda işlənir. Bir də ki, might olanda keçmiş zamanda istifadə edilir. Must isə yalnız indiki zamanda işlənir. Yəni must'ın digər zaman formaları yoxdur. Have to isə zamanlar üzrə dəyişir. İndiki zamanda have to və ya has to formasında, keçmiş zamanda had to formasında, gələcək zamanda will have to və ya shall have to formasında, indiki bitmiş zamanda have had to və ya has had to formasında, keçmiş zamanda isə had to formasında istifadə edilir. Yerdə qalan ought to, should və need'in yalnızca indiki zaman formaları vardır. Digər zamanlarda istifadə edilmir, zamanlar üzrə dəyişə bilmir. Dedik ki, can'in iki zaman forması vardı. Bunlardan biri indiki, digəri isə keçmişdir. Can digər zamanlarda istifadə edilə bilmədiyinə görə can'in əvəz edicisi olan be able to-dan istifadə edilir. Can bərabər olur əmizar able to-ya. Çünki bilirik ki, əmizarda da indiki zamanda işlənir. Could isə was were bərabərdir able to-ya. Yəni was were da keçmişə bərabərdir. Could da keçmişi göstərdiyinə görə could bərabər olur was were able to-ya. Fərq nədir? Fərq ondan ibarətdir ki, can-dən, eləcə də can'in keçmiş zamanı olan could-dan sonra qəti olaraq to istifadə edilə bilməz. Amma be able to ifadələrində mütləq to istifadə edilməlidir. Can yalnızca iki zamanda işlənir. Can formasında indiki zamanda işlənir və could formasında olanda keçmiş zamanda işlənir. Lakin be able to bütün zaman formalarında istifadə edilə bilir. Zamanları yenə də iki qrupa böləcəyik bu halda. İndiki zamanda işlənənlər və keçmiş zamanda işlənən modal feillər. Modal feillərdən can, must, may, need, ought to, have, has to, am, is, are, able to və should indiki zamanda işlənir. Bu nə deməkdir? Cümlənin zamanına da fikir vermək çox önəmlidir. Tutalım ki, cümlədə indiki zamanın hər hansı bir göstəricisi istifadə olunubdur. Bu zaman indiki zamanlarla işlənən modal feilləri yazmaq lazımdır. Keçmiş zamanda isə could, had to, might, was were able to-dan istifadə edilir. Bu da o deməkdir ki, əgər cümlədə keçmiş zamana aid hər hansı bir zaman zərfliyi, keçmiş zamanın göstəriciləri vardısa, bu zaman keçmişlə işlənən modal feilləri yazmaq lazımdır. Və gələcək zamandan söhbət gedirsə əgər, yalnızca iki modal feil gələcək zamanda işlənir. Yəni iki dənə modal feilin gələcək zaman forması vardır. Bunlardan biri will be able to-dur, digəri isə will have to-dur. Burada da diqqət eləyəcəyik ki, able to olanda will'in yanına mütləq be istifadə edilsin. Eləcə də inkarlarda da belə olacaq. Won't be able to və ya would be able to, eləcə də wouldn't be able to. Yəni burada able to-dan söhbət gedirsə, will'dən, yəni gələcək zamandan istifadə edilibsə, mütləq burada be-dən istifadə edilməlidir. Lakin have to-da be olmayacaqdır. Will have to formasında istifadə ediləcəkdir. Must isə digər zamanlarda işlənə bilmir. Yuxarıda da qeyd elədik, must yalnızca indiki zaman formasına sahibdir. Bəs digər zamanlarda nə etmək lazımdır? Əlbəttə ki, digər zamanlarda must'ın əvəz ediciləri olan have to-dan, eləcə də has to-dan istifadə eləmək lazımdır. Sadəcə olaraq must-la onun əvəz ediciləri, yəni have to və has to-nun bir qədər fərqi vardır. Bu fərq nədir? Birinci fərq budur ki, must-dan sonra to ola bilməz. Yəni must to ilə işlənə bilməz. Eləcə də mustn't to deyə bir şey mümkün deyil. Must yalnızca indiki zaman formasında işlənir, amma have to, has to digər bütün zamanlar üzrə dəyişə bilir. Və modal feillərin sual və inkarları necə olur? Modal feillər qrup olaraq bölünür. Bir qism modal feillərin özləri düzəldir. 3 dənəsininki isə özləri düzəltmir. Yəni siz belə yadınızda saxlayın ki, have to, has to və had to-dan başqa digər bütün modal feillər sualını da, inkarını da özü düzəldir. Məsəl üçün, can you speak English? Burada sualın özü düzəldibdir. I cannot speak English? Burada inkarın özü düzəldibdir. Eləcə də can olmasın, must olsun. Yəni have, has, had-dən başqa have to, has to və have
had to-dan başqa digər hamısı sualını da, inkarını da özü düzəldir. Əgər söhbət have to-dan, has to-dan, eləcə də had to-dan gedirsə, bu zaman sualını da, inkarını da do, does və did düzəltməlidir. Məsələn, she has to learn English. Burada artıq has to-nun sualını, inkarını özü düzəldə bilməz. Yəni hasn't to deyə bir şey mövcud deyil. Bunu do və ya doesla düzəltmək lazımdır. Əlbəttə ki, she'dən istifadə edilibsə doesla düzəltmək lazımdır və doesdan istifadə ediləndə cümlədəki has to-nu have to ilə əvəz eləmək lazımdır. Eləcə də, məsələn, children have to obey school rules. Burada have to öz sual inkarın özü düzəldə bilməz. Yəni, children haven't to deyə bir şey olmaz. Eləcə də have children to demək olmaz. Have to-nun sualını, inkarını burada artıq do ilə düzəldəcəyik. Do ilə düzəldəndə have to burada olduğu kimi qalacaqdır. Lakin əgər biz diddən istifadə eləyiriksə, cümlədəki had to qayıtmalıdır məsdər formasına, yəni have to-ya. Yəni, əgər cümlədə diddən, eləcə də doesdan istifadə ediriksə, have to formasından istifadə eləmək lazımdır. Artıq does yazıb cümləyə has to yazmaq olmaz. Eləcə də did yazıb cümləyə had to yazmaq olmaz. Çünki feil məsdərə qayıtmalıdır. Digər zamanlarda nə olacaqdır? Digər zamanlara uyğun olaraq düzələcək. Məsəl üçün, gələcək zamanda yuxarıda qeyd eləmişdik ki, gələcək zamanda will və ya shall have to olacaqdır. Sualını düzəltmək üçün artıq willdən və shalldən istifadə eləyəcəyik. Sualda will ilə shall-i əvvələ keçirib, inkarda will və shall-dən sonra not inkar hissəciyi artırmaq lazımdır. Bir də modal feillərdə suala nə ilə sual veririksə, cavabda da eyni modal feillə cavab vermək lazımdır. Məsələn, can you play the piano? Burada sualı can-dən verdiyimizə görə cavabı da can-dən vermək lazımdır. İstər təsdiq cavab olsun, istər isə inkar cavab olsun. Lakin inkar olan cavablarda nəyə diqqət eləyəcəyik? Əgər inkar olan cavablarda tutam ki, may ilə sual verilibsə, cavabda may ilə, must-la, eləcə də can-dən cavab vermək olar, inkar cavabdan söhbət gedir. Məsələn, may I call you, sənə zəng edə bilərəmmi? Burada inkar cavab verəndə, yəni no ilə cavab verəndə, burada cannot da demək olar. No, you cannot. Eləcə də no, you may not. Eləcə də no, you mustn't deyə cavab vermək olar. Yəni, may ilə sual veriləndə inkar cavabda may, must və can-in inkar formaları ilə cavab vermək olur. Eləcə də must-la sual verəndə, inkar cavab verəndə must-ın və need-in inkar formalarından istifadə etmək mümkündür. Yəni, həm mustn't demək olar, həm də ki, needn't demək olar. Məsələn, must he learn? Cavabda no, he mustn't da demək olar, no, he needn't da demək olar. Və modal feillərdən 3 dənəsi var ki, need, dare və have. Bu 3 dənəsi həm modal feil kimi işlənə bilir cümlədə, həm də ki, əsas feil kimi işlənə bilir. Vacibdir ki, biz bunların işlənmə yerini bilək. Yəni, nə vaxt modal feil kimi işlənir, nə vaxt əsas feil kimi işlənir, bunu bilmək çox vacibdir. Gəlin need ilə başlayaq. Need modal feili tək modal feil deyil, o həmçinin əsas feildir. Və cümlədə işlənməyinə görə biz bilirik ki, bu modal feildir, yoxsa əsas feildir. Necə seçmək olur? Birincisi, cümləyə baxırıq. Əgər cümlədə need-dən sonra to işlənibsə, demək ki, bu modal feil deyil. Yəni, modal feil kimi işlənəndə need-dən sonra to işlənə bilməz. Məsələn, he needs study. Burada need-dən sonra to gəlmədiyinə görə bilirəm ki, bu modal feildir. Əsas feil kimi olanda isə bunun əksinə need-dən sonra to gəlməlidir. Məsələn, he needs to. Artıq burada to-yu gördüyümə görə bilirəm ki, burada need əsas feil kimi işlənibdir. İkincisi, need əgər modal feil kimi işlənibsə, sualını və inkarını özü düzəldir. Yəni, cümləyə baxanda fikir verirəm ki, sualın özü düzəldibmi, yoxsa inkarın özü düzəldibmi? Əgər özü düzəldibsə, demək ki, burada modal feildir. Məsələn, need you read a book. Burada sual cümləsidir və sualın need özü düzəldibdir. Demək ki, bu zaman need əsas feil deyil, modal feildir. Eləcə də you needn't read a book cümləsində needn't inkarını özü düzəldibdir və buradan mənə aydın olur ki, need burada modal feildir.
Yox, əgər sual və inkarını do, does və did düzəldibsə, bu zaman əsas feil kimi olur. Əsas feil kimi olanda onun sualını da, inkarını da do, does və ya diddən istifadə edilməklə düzəldir. Məsələn, did you need to study? Burada sual cümləsi olduğunu başa düşürük və did ilə düzəldiyini görürük. Did ilə düzəldiyini görən kimi bilirik ki, burada əsas feildir, modal feil deyil. Need modal feil kimi olanda şəxsə görə dəyişmir. Yəni needin sonuna s artırmaq olmur. Məsələn, she need read a book. Burada she'dən sonra feilin sonuna, yəni needin sonuna s artırsaydıq, bilərdik ki, bu əsas feildir. Yox, əgər s artırılmayıbsa, bilirəm ki, modal feildir. Bunun əksinə olaraq need əsas feil kimi olanda onun sonuna s artırılır. Məsələn, she needs olanda bilirəm ki, artıq bunun sonunda s vardı və buradan mənə aydın olur ki, burada need əsas feildir, yəni modal feil deyil. Və need feili modal feil kimi olanda ona ed artırmaq olmaz, eləcə də əvvəlinə will artırmaq olmaz. Məsələn, she will need study demək olmaz. Onlar əslində də sadəcə olaraq burada modal feil olmaz. Yəni modal feil kimi needin əvvəlinə will yazmaq olmaz, needin sonuna ed yazmaq olmaz. Bunun əksinə olaraq əsas feil kimi olanda need, sonuna ed də artırmaq olur, will də artırmaq olur. Məsəl üçün bir cümlə verilibdir. Baxırsınız həmin cümləyə. Needin əvvəlində will yazıbsa, demək ki, burada əsas feildir. Needin sonuna ed sonluğu yazılıbsa, demək ki, əsas feildir. Yox, əgər needin sonuna ed yazılmayıbsa, əvvəlinə will yazılmayıbsa, to gəlməyibsə, şəxsə görə dəyişməyibsə, demək ki, bilirik ki, bu modal feil olacaqdır. Needdən sonra əgər need modal feil kimi işlənirsə, özündən sonra yalnızca feil gələ bilir. Yəni, needdən sonra yalnızca feil gəlirsə, demək ki, burada modal feil olacaqdır. Yox, əgər need əsas feil kimi işlənibsə, özündən sonra digər need hissələr də gələr. Yəni, isim gələr, əvəzlik gələr, say gələr, sifət gələr. Deməli, cümlədə needdən sonraki sözə baxırıq. Əgər needdən sonra gələn söz digər need hissələridirsə, yəni feildən başqa digər nitq hissələri isim, sifət, say, əvəzlik və s. gəlibsə, demək ki, burada need əsas feildir. Demək, to gəlibsə, modal feil deyil, əsas feildir. Do, does, did ilə düzəlibsə, sualı inkarı, demək ki, əsas feildir. Yox, əgər özü düzəldibsə, demək ki, modal feildir. Sonuna s artırılıbsa, demək ki, əsas feildir. Sonuna s artırılmayıbsa, demək ki, modal feildir. Sonuna ed və ya will əvvəlinə will artırılıbsa, demək ki, əsas feildir. Yox, əgər sonuna ed, əvvəlinə will artırılmayıbsa, demək ki, modal feil ola bilər. Və needdən sonra isim tərkibi, isim, sifət, say və s. nitq hissələri gəlibsə, demək ki, əsas feildir. Yox, əgər birbaşa to hissəcisiz feil gəlibsə, demək ki, burada modal feildir. There və need eynidir. Yəni, there'in modal və ya əsas feil kimi işlənməyi eyni olacaqdır. Məsəl üçün, there'dən sonra to gəlibsə, demək ki, əsas feildir. To gəlməyibsə, modal feildir və s. Sadəcə olaraq onların mənaları bir-birindən fərqlidir. Onu da yuxarıda qeyd eləmişdik. Need bizim dilimizə ehtiyacı olmaq kimi tərcümə olunduğu halda, there bizim dilimizə cəsarəti olmaq, cürət etmək kimi tərcümə edilir. Eləcə də have-ə diqqət etmək lazımdır. Cümlədə işlənən have bir neçə funksiyaya sahibdir. Have həm modal feil kimi, həm də ki, əsas feil kimi işlənə bilir. Deməli, əgər have-dən sonra to gəlibsə, demək ki, modal feildir. Yəni, have modal feil kimi işlənəndə özündən sonra to gəlməlidir. Məsələn, he has to study hard. Burada has-dən sonra to gəldiyinə görə, demək ki, bu modal feildir. Əsas feil kimi olanda özündən sonra to gəlmir, özündən sonra ya got gəlir. Tutalım ki, have-dən, has-dən sonra got gəlibsə, bilirik ki, bu əsas feildir. Və yaxud da ki, isim gəlibsə, bilirik ki, bu əsas feildir. Və have sual inkarını modal feil kimi olanda özü düzəltmir. Do, does və ya did düzəldir. Görürüksə cümlədə do, does və ya did have-in sualını, inkarını düzəldibdir. Demək ki, bu zaman have burada modal feil kimi işlənibdir. Məsələn, did you have to read a book? Burada əlbəttə ki, yenə də to-dan istifadə edilməlidir. Bu da çox vacibdir. Demək, did ilə düzəlibdir. Demək ki, burada modal feildir. Have əsas feil kimi olanda onun
sualını, inkarını iki cür düzəltmək olur. Bir, əgər yanında got vardısa özü düzəldir. Yəni have you got a car? Burada got istifadə edilibdir, özü düzəldibdir. Üstə gəldə got olduğuna görə bilirik ki, artıq burada əsas feildir, modal feil deyil. İkincisi, əgər have-in, həzin yanında isim vardısa, ismi birləşməsinin tərkibində işlənibsə, bu zaman onun sualına do, does və ya did düzəldir. Məsələn, does he have lunch? Burada onun sualını does düzəldibdir. Biraz əvvəl dedim ki, have modal feil kimi olanda sualını, inkarını do, does, did düzəldir. Burada da deyirəm ki, isim vardısa da do, does və ya did düzəldir. Bu zaman nəyə fikir vermək lazımdır? Birincisi ismin olub-olmadığına, ikincisi isə özündən sonra to gəlib gəlmədiyinə. Yəni have-dən sonra to gəlibsə, artıq sualın did ilə düzəltsək belə artıq bilirik ki, burada modal feildir, did düzəldibdir. Yox, əgər özündən sonra to gəlməsə, biləcəm ki, bu əsas feildir. Sadəcə bir dənə də buna diqqət eləyirik ki, əgər cümlədə və ya ifadədə have üstə gəlinsin participle to düsturuna uyğunluq vardısa, bu zaman nə modal feil olmur, nə də ki əsas feil olmur. Have-dən sonra participle to gəlibsə, yəni keçmiş zaman feili sifət forması gəlibsə, demək ki, burada köməkçi feildir. Məsələn, I have finished my home task. Burada have-dən sonra finished, yəni participle to işlənibdir. Bu zaman bilirik ki, have burada köməkçi feil kimi işlənibdir. Və modal feillərlə bağlı testləri yazanda bəzi nümunələrə, bəzi ifadələrə diqqət etmək lazımdır. Birincisi, tutalım ki, əgər siz modal feilindən bağlı test yazırsınız və testdə modal feili olan düzgün cümləni seçdir. Choose the correct sentence with modal verb. Demə, belə bir sual düşübdür. Bu suallarda əsasən ya have-dən, ya da ki, need-dən istifadə edilir. Necə seçəcəksiniz? Baxırsınız cümləyə, sizdən axı modal feili soruşur. Əgər need-dən sonra to işlənibsə, demək ki, modal deyil, bu variantı çıxırsınız. Əgər need-dən sonra isim, sifət, say, əvəzlik gəlibsə, demək ki, bu modal feil deyil, bu variantı da çıxırsınız. Need-in sual və inkarını özü yoxdur, does və ya did düzəldibdirsə, demək ki, burada da modal feil deyil, bunu da çıxırsınız. Need-in sonuna SES artırıbsa, S artırıbsa, ed artırıbsa və ya əvvəlinə will yazılıbsa, demək ki, burada da modal feil deyil. Bu olan variantları silirsiniz, yerdə qalan variantlar isə düzgün variantlar olacaqdır. Əgər have-dən istifadə edilibsə, tutalım ki, have-dən sonra to gəlibdir. Bu zaman modal feildir. Əgər have-dən sonra to gəlməsə, olmasa, bu zaman modal feil deyil. Yəni have to vardısa modal feildir, cavabı götürürük. Amma have-dən sonra to gəlməyibsə, modal feil deyil, götürmürük. Have-dən sonra got gəlibsə, demək ki, burada modal feil sayılmır, variantı çıxırıq. Have-dən sonra isim gəlibsə birbaşa, feilin yerinə isim gəlibsə birbaşa, bu zaman bu da modal feil sayılmayacaqdır. Bu variantı da çıxırıq. Have-dən sonra participle to gəlibsə, yəni keçmiş zaman feili sifət forması gəlibsə, bu da modal feil deyil, variantı çıxırıq. Sual və inkarın özü düzəldibsə, yəni haven't vardısa və yaxud da ki hasn't vardısa, eləcə də sualda bunlar əvvələ keçibsə, demək ki, yenə modal feil deyil, variantı götürmürük. Bir də diqqət eləyəcək modal feillərlə bağlı testlərdə feildən sonra to gəlib yoxsa gəlməyib, buna diqqət eləyirik. Bilirik ki, bəzi modal feillərdən sonra mütləq to gəlməlidir, bəzilərindən sonra isə qəti olaraq to istifadə edilə bilməz. Eləcə də modal feillə bağlı testləri yazanda will-in, eləcə də will-in inkar forması won't-dan sonra be-in gəlməyinə diqqət edirik. Yəni, əgər will-dən sonra be gəlməyibsə, sadəcə will able to işlənibsə səhvdir. Mütləq will be able to, eləcə də bunun inkarı won't be able to-dan istifadə edilməlidir. Zamana uyğunluğa diqqət etmək çox önəmlidir. Yəni, tutalım ki, cümlədə now veribdir, variantda could seçmək olmaz. Çünki now indi deməkdir, indiki zamanın göstəricisidir. Could-u isə keçmiş zaman olaraq öyrənmişik. Yəni, zamana uyğunluq mütləqdir, cümlənin zamanına mütləq diqqət etmək lazımdır. Cümlədə eləcə də sama və samın törəmələrinə diqqət eləmək lazımdır. Məsəl üçün, cümlədə sam və samın törəmələri işlənibsə, həmin cümlədə modal feilləri inkar
inkar eləmək olmaz. Yəni cannot yazmaq olmaz, could not yazmaq olmaz və s. Bunun əksinə olaraq any və any'nin törəmələri vardısa, modal feilləri inkarda verməliyik. Çünki biz bilirik ki, any və any'nin törəmələri inkarda işlənməlidir. Buna görə də baxırıq cümlədə başqa inkarlıq yoxdursa, modal feillərin özlərini inkarda veririk. Bir də ki, bilirik ki, ingilis dilində bir cümlədə iki inkarlıq olmaz. Yəni, əgər cümlədə no və no-nun törəmələri, heartily, neither, never kimi inkarlıq bildirən sözlər vardısa, həmin cümləyə əlavə bir inkarlıq yazmaq olmaz. Həmin cümlədə modal feilləri inkarda işlətmək olmaz. Məsələn, he shouldn't help nobody olmaz. Nəyə görə olmur? Çünki nobody artıq burada inkardadır. Shouldn't isə yenə inkardadır. Bir cümlədə iki inkarlıq vermək olmaz. Eləcə də cümlədə işlənən bata mütləq diqqət eləyirik. Biz bilirik ki, but amma, ancaq, lakin deməkdir və olduğu cümləyə təzadlıq gətirir. Yəni, but olan cümlənin bir tərəfi təsdiqdirsə, digər tərəfi inkarda olmalıdır. Və ya əksinə, inkardırsa, digər tərəfin təsdiqdə yazmaq lazımdır. Bu zaman necə eləyəcək? But olan cümlədə eyni modal feildən istifadə eləmək lazımdır. Məsəl üçün, but cümlədə işlənibdir. Özündən əvvəl təsdiqdirsə, özündən sonra inkar olmalıdır. Must'sa mustn't vermək lazımdır. Artıq must'sa götürüb cannot vermək olmaz. Yəni modal feilin eynisindən istifadə etmək lazımdır. Və bizə ikinci bir cümlə veriləndə, həmin cümlədə neither, üstə gəlsin do, does və yaxud da ki did, təbii ki, şəxsi zamana uyğun olaraq. Bunlardan bu üçündən biri işlənibsə, demək ki, birinci cümlə inkar cümlədir. Məsələn, she doesn't have to learn the room. Neither do her friends. Burada tutalım ki, əvvəlki cümlə verilməyibdir. She doesn't have to yazılmayıbdır. Sadəcə olaraq neither do her friends yazıbdır. Biz əvvəlki cümləni yazmalıyıq. Yəni birinci cümləni. Bilmək lazımdır ki, neither, do, does və ya diddən istifadə edilibsə, əvvəlki cümləni təsdiq yox, inkarda vermək lazımdır. Bir də modal feillərlə bağlı test edəndə tag question'a diqqət eləmək lazımdır. Tag question'larda da bilirik ki, bir tərəf təsdiqdirsə, o birisi tərəf inkarda olmalıdır və ya əksinə birinci tərəf inkardadırsa, ikinci tərəf təsdiqdə istifadə edilməlidir və yenə də batda olduğu kimi eyni modal feildən istifadə eləmək lazımdır. Məsələn, she must read a book, mustn't she deyə cavab vermək lazımdır. Çünki must təsdiqdir, bu birisi tərəfi mütləq inkarda vermək lazımdır. Çünki biri təsdiqdirsə, digəri inkarda olmalıdır. Eləcə də biri inkardırsa, digər tərəf təsdiqdə olmalıdır. Mustla verilibsə, artıq götürüb cannot yazmaq olmaz. Çünki hansı modal feil verilibsə, o modal feillərdən də istifadə eləmək lazımdır. Gəlin birlikdə bir neçə dənə testə baxaq. Deməli, belə bir cümlə verilibdir. Birinci to gəlib gəlməməyinə diqqət edirik. Deməli, am not able-dan sonra mütləq to gəlməlidir. Baxıram ki, bunun yanında to yoxdur. Eləcə də cümləyə baxıram, yenə cümlədə də to yoxdur. Demək ki, E variantı səhvdir, sildim. Gəlirəm C variantına. Bilirik ki, should-dan sonra to gəlməz. Ona görə C variantı da səhvdir. Daha sonra gəlirəm cümlənin zamanına baxmağa. Cümlədə are istifadə edilibdir. Demək ki, bu hansı zamandır? Bu indiki zamandır. İndiki zaman olan cümləyə artıq had to yazmaq olmaz. Çünki had to bilirik ki, keçmiş zamandır. Bu variantı da silirəm. 2 dənə variant qalır. 2 variant qalanda və ikisi də düzgündürsə, qrammatik olaraq düzgündürsə, demək ki, tərcümə etmək lazımdır. It is very noisy. I hear what you are talking about. Deyir ki, çox səs-küylüdür. Mən sənin nə haqqda danışdığını eşidə bilirəm deyərəm, yoxsa eşidə bilmirəm deyərəm. Əlbəttə ki, çox səsli, küylüdürsə, demək ki, nə danışdığını eşidə bilmirəm. Düzgün cavab olacaqdır A variantı. Gəlirəm digər bir testə. Aşağıdakı testdə demək ki, bir to-yun olub-olmadığını cümlələrlə yoxlayıram. Baxıram ki, cümlələrin heç birində to yoxdur. Yaxşı. Gəlirəm variantlara. Tez haven't-ı görürəm. Bilirəm ki, haven't öz sual inkarın özü düzəltməz. Ona görə də A variantını silirəm. C variantına gəlirəm. Bunların yeri dəyişik, düşübdür, nəysə. Gəlirəm C variantına, will'in yanında bayaq da demişdim, be olmalıydı. Amma yoxdur deyə bu variantı da silirəm. Gəlirəm B variantında able'ın yanında to olmalıdır. Yanında to varmı? Yoxdur. Yoxdur deyə bunu da silirəm. B variantı da gedir.
Eləcə də E variantında able-dan sonra yenə to olmalıdır. Nə cümlədə to yoxdur, nə də ki yanında to yoxdur. Demək ki, bu da səhvdir. Düzgün cavab olur D variantı. Bir də ki, choose the sentences with the modal verb. Modal feil olan cümlələri seçin. Burada bilirəm ki, əvvəlcədən ya need olacaqdı, ya da ki, have ifadəsi olacaqdı. İndi baxıram. Birinci cümlədə has işlənibdi. Hasdən sonra to yoxdur. Üstə gələk hasdən sonra isim gəlibdi. Demək ki, bu səhvdir. Çox şagird çaşır, deyir bəlkə has, burada da to vardı. Bu olmaz. Haslə to ayrılmır, yəni yan-yana olmalıdır. Modal feil kimi işlənirsə yan-yana olmalıdır. Yəni hasin düz yanında to-dan istifadə edilməlidir. Ona görə bir səhv olacaqdır. Gəlirəm ikinci cümləyə. Hədin yanında to vardı. Özündən sonra da solve həll etmək feili gəlibdi. İkinci cümlə düzdür. Üçüncü cümlədə isə yenə həddən sonra to istifadə edilməyibdi. Həddən sonra deyəndə hədin düz yanını nəzərdə tuturam ki, həddən sonra mütləq to gəlməlidir. Ona görə 3-ü də silirəm. Deməli, cavab qalır 2 və 4. Dördüncü cümlədə isə həmin yanında to yazıbdır. Daha sonra feildən istifadə edilibdir. Özündən əvvəl də didn't-la onun inkarını düzəldibdir. İnkarla düzəltdiyinə görə də had to-yu have to ilə əvəz edibdir. Deməli, düzgün cavabımız olacaq 2 və 4. Düzgün cavab olur D variantı.